Herkese yeniden salam dostlar, mən Hüseyin. Necəsiniz, keyif safalız. Ben indi yenə bir şey deyəcəm. Ben indi məktəbə edirəm. Amma dərslər biraz qarışıq. İndi mən 6B oxuyuram burada, məcburam da nəysə. İndi 6 dənə cədvələ gedirəm də. Niyə? Çünki bizim bütün sinif gedib gəzməyə. Ara burada bir dənə dağ adı var. Yadımdan da çıxdı, xatırlayacağam indi. Deyim. Yadıma geldi. Bunlar gediblər Donuşunska arasında, amma Srebnikaya, yani Gümüş dağa gediblər. Oradadılar. İndi bu da buradan düz 112 kilometre uzaqdadır. Bunlar birinci gün getdilər. Evin dördüncü gündür. Mən də indi getməmişəm məcbur. Məndən başqa bir 8 nəfər də getməyib sinifdən. Məcbur gəldi, indi biz bu 6 aynen oxumalı. 6 adam da gedənlər var əslində, 1-2 nəfər, onlardan da bir 6 nəfər qalıb. Belə oxuyur onların cədvəlinə, nəysə. İndi belə baxın da. İndi soruşacaqsınız ki, sən niyə getməyibsən? Birincisi, mən özüm istəmədim, həm də atam istəmədi. İkincisi, bura belə soğudsa, bura lap Sibirdir. Ya o kadar soğuk da la. Soğuk da ne kəlmə, şaxta da var bura. Oca çox hündür. Ya hündür demirəm, alçaq bilmirəm indi. Ya nə tər, həm dili də başa düşmürəm bir yandan. Bilmirəm nə edərəm indi orada. Da belə də indi qorxaram, eləyərəm. Rahat oluram. İstəmirəm siniflər, nə qısa da istəmədim də. Nəysə də belə də indi. İndi 2 saatda burada söz demişəm. Videoda bağlı. Ay, nə deyim mən. Mən də 2 saatda danışıram, burada bəlkə deyirəm videoya alır mənim. Nəysə, deyəcəyim var, təzdən deyirəm indi. Yəni mən özüm istəmədim. Ya mən orada niyə yazaysan ki? Hayır. Mən də qaldım. Mənlə də bir 9 nəfər buradayıq. Yani 9 nəfər getməyib indi. Bizə məsələn indi 6 cədvəlində indi xatırlasam coğrafiyadır. Əslində bizim normal cədvəldə matematikadan riyaziyyat olmalıdır. Amma indi coğrafiyadan sonra. Neysə. İndi məsələn riyaziyyat dərsimi də keçmirik matematiki. Çünki bizim sinif rəhbərimiz matematik müəllimidir. Çünki riyaziyyat müəllimi olduğu üçün bizim sinifdən gəzməyə gedib. Belə də. İndi bir yana da var fizika riyaziyyat müəllimi. Fizikadan riyaziyyat. O da öz sinifi ilə gedib, yəni 6 ayla gedib. Belə də. Onun üçün dərs keçmirik. Onun yerinə bir idman müəllimimiz var. Ya basketbol oynatdırır, ya başqa uşaqlarla, ya başqa siniflərlə gəlib beyzbol falan. Belə də. Yəni boş keçiririk dərslərdə. Neysə, belə də. Ben de yavaştan gedim məktəbə. 7:45. Tez çıxdım. Nəysə. Biraz ətrafda göstərəm. Buraya yumurta qoyublar. Düz açan diyor. 20 falan qoymuşlar. 20 deyəsən qoydular, yoxsa 25 falan. Belə də bu aralar. Belə də sentrdə göstərəm, normal. Gül çiçək var yer. Nəysə. Mən etdəyəm məktəbə. Sağ olun, salamat qalın.